Cənab Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olduğu ki, olarkən bəyan etdiyi kimi artıq Azərbaycan işğal dövründən mövcud olan Ermənistana tranzit yüklərin idxalı ilə bağlı, göndərilməsinə bağlı məhdudiyyətləri aradan qaldırıb, artıq Azərbaycandan tranzit keçməklə Ermənistana yüklər göndərilir. Bildiyiniz kimi ötən gün Rusiyadan göndərilən yük Azərbaycandan tranzit keçməklə Ermənistana göndərilib. Böyükəsiz stansiyasından 15 vaqondan və 1048 ton 800 kiloqramlı ibarət taxıl məhsuludur. Artıq Qazaxıstandan da Azərbaycandan keçməklə yüklərin daşınmasına başlanılıb. Ermənistan istiqamətində artıq gördüyünüz kimi qatar Biləcəri stansiyasındadır. Deməli, qatar 15 vaqondan ibarətdir, 1000 tona yaxın taxıl məhsuludur. Qatar bugün Biləcəridən yola düşməklə Hacıqabul, Böyükəsiz istiqamətində hərəkətini davam etdirəcək. Ardınca Gürcüstan və Ermənistan istiqamətində qatar yola salınacaq. Və qeyd edim ki, artıq növbəti mərhələdə həm Qazaxıstandan, həm də Rusiyadan Ermənistana, Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yüklərin partiyasının göndərilməsi gözlənilir.